516. Nöqtələrdən əvvəl nə gəlibdir? From sözünü. Sözünü ilə hansı işlənəcəkdir? Whom. B variantı. Özündən əvvəl sözünü gələrsə, o from sözünü whom olacaqdır. Aha. Sözünü ilə işlənən nə olacaq? Whom. İndi 17-yə baxırıq. Nöqtələrdən əvvəl nə gəldi? Sözünü. Sözünü ilə nə işlənəcək? Whom. A variantı. Nöqtələrdən sonra of gəlib nə olacaqdır? Yox, nöqtələrdən əvvəl gəlsəydi whom olardı. Bəli, özündən sonra of gəlibsə which olacaq. E variantı. Yenə nöqtələrdən sonra nə gəlibdir? Of gəlibdir. Ofla işlənən hansıdır? Which. C variantı. Nöqtələrdən əvvəl bəli. Of yəni ümumiyyətlə sözünü də. Özündən sonra of gəlib. 20-də nöqtələrdən əvvəl nə gəlibdir? To sözünü. Which üstə gəl of. Of harda nəsə verir. Which üstə gəl of deyirəm. Which üstə gəl of. Aha. Which üstə gəl of. 520-də nöqtələrdən əvvəl sözünü gəlibdir. Sözünü ilə birləşən nədir? Whom. E variantı. Sonra 521-də cümlənin axırında nə gəlibdir? To gəlibdir sözünü. Sözünü ilə birləşən nə olacaqdır? Yox. Biz dedik ki, sözün üstə gəl whom olar. Əgər cümlənin axırında sözünü gəlibdirsə, cümlənin axırındakı sözünü ilə birləşər who və what. Olacaqdır C variantı. Cümlə axırında məsələn Sözünü. Who və ya what gələr. Who və ya what. Aha. İndi digərində about sözünü gəlibdir. Sözünü ilə birləşən hansı olacaqdır? Who, bir də what. A variantı. Yenə axırda nə gəlibdir? Sözünü. Sözünü ilə birləşən nə olacaqdır? Who, bir də what. C variantı. Deməli, nöqtələrdən əvvəl sözünü gəlibdir. Sözünü ilə birləşən nə olacaqdır? Whom. D variantı. Sonra 525-də nöqtələrdən əvvəl nə gəlibdir? Sözünü whom olacaqdır. B variantı. Sonra 526-da nöqtələrdən sonra can help gəlib. Birbaşa xəbər gəlibdir. Birbaşa xəbər gələndə, birbaşa xəbər nədən sonra gələ bilər? Who və whatdan sonra gələr. Birbaşa xəbər. Birbaşa xəbər. Yazmışıq əslində bunların hamısının qaydalarını. Birbaşa xəbər özündən sonra nədən gələr? Who və whatdan gələr. O da olacaqdır A variantı. Birbaşa xəbər. Sonra. Who və what gələr. Who, what. Birbaşa xəbər. Who, what. Üstəgəl xəbər. Aha. Sonra. Birbaşa xəbər olmaz. Bəli. Xəbər heç nə belə. Who, what. Birbaşa xəbər. Birbaşa xəbər. Bəli. Time gəlibdirsə what olacaq. What time. What time bərabərdir when. Nə vaxt, nə zaman deməkdir. Sonra 29-da nöqtələrdən sonra of gəlibdir. Which olacaqdır. Sonra 30-da nöqtələrdən sonra color gəlibdir. İsimlə birləşənlər hansılar olacaqdır? Whose da ola bilər. What da ola bilər. Amma yəni özündən sonra isim gələnlər. Amma baxırsan ki, deyir sənin qələm qabın nə rəngdədir? Hansı rəngdədir? Olacaqdır what. E variantı. Amma olsaydı ki, nöqtələrdən sonra qələm qabı, onda whose deyərdim. Bəli. Özündən sonra isimlə işlənənlər which, what, bəli, whose, which, what, whose. Which, what isim hansı deməkdir, amma whose kimin deməkdir. Whose kimindir. Aha. Sonra gəldim 531-də. Nöqtələrdən sonra nə gəlibdir? Nöqtələrdən sonra hobbies nə deməkdir? Hobbilər, isim gəlibdir. Özündən sonra isimlə işlənənlər what, which olacaqdır. 1 ilə 2 E variantı. 532-də nöqtələrdən sonra subject, isim gəlibdir. Və cümlədə də or varsa which olacaq. C variantı. Aha. 533-də isim gəlibdir. Yenə or var. Nə olacaqdır? Which olacaqdır. 34-də nöqtələrdən sonra söz önü gəlibdir. Nə olacaqdır? Özündən əvvəl söz önü whom olacaq. B variantı. 535-də nöqtələrdən sonra of gəlibdir. Nə olacaqdır? Which olacaqdır. 536-da time, what time olacaqdır. D variantı.
Aha, 537-də. Are you going to wear for the wedding? Yox, you var axı orada, mübtəda var. Are you going? Aha, köməkçi, mübtəda xəbər gəlibdi. Deyir ki, cümlədə mənə tərcümə lazımdır. Sadəcə eyni çıxa bilirəm, çünki who's-dan sonra isim gəlməlidir. Sən toya nə geyinəcəksən? Olur, bəli, what, nə geyinəcəksən? 38-də nöqtələrdən sonra countries gəlibdi. Countries isimdir. İsimlə birləşənlər which, what olacaqdı. D variantı. Nöqtələrdən sonra is your color, favorite color. Sənin sevimli rəngin nədir? What olacaq? A variantı. İndi baxırıq 540-a. Cavabda deyib ki, he is my father, o mənim atamdır. In that man, in the photo. Bəli, kimdir? O mənim atamdır. Amma 541-ə baxın. 541-ə baxın amma. He is a lawyer. Görsən lawyer, hüquqşünasdır. Demək ki, nədir? Peşəsini soruşubdur. Biz də deyirik ki, nəçisən. Canlılarla yalnız peşəsini soruşduqda what işlənə bilər. Çünki what nə deməkdir? Sonra 42-də gəldim. Axırda söz önü gəlib. Söz önü ilə birləşən nədir? Who da var, what da var. İndi deməli, mən cümlənin tərcüməsinə baxmalıyam. We are talking about the weather. Hava haqqında danışırıq deyirsə, deməli, nə soruşubdur? Siz nə haqqında danışırsınız? Olur A variantı. To, söz önündən sonra nə gələcəkdir? Söz önündən sonra whom olacaqdır. B variantı. Nöqtələrdən sonra of gəlibdir. Which olacaq. C variantı. Did you tell her? Sən dedin ona. What? Nə dedin? I told her the truth. Mən deyir ona həqiqəti dedim. Sonra baxıram ki, nöqtələrdən sonra discovered, birbaşa xəbər gəlibdir. Xeyr. Axı hara sualının cavabı var, heç variantda da hara yoxdur axı. Əgər sualımın cavabı cümlədə varsa, mən o sual sözünü vermirəm. Kəşf etdi. Birbaşa xəbər who da olar, what da olar. Amerikanı kəşf etdi. Kim? Amerikanı kəşf etdi. Kim? Sonra nöqtələrdən əvvəl to söz önü gəlib. Söz önü ilə birləşən whom, B variantı. Do you want to do when you leave school? Məktəbi deyir, tərk eləyən, məktəbi bitirəndə deyir. Nə olmaq istəyirsən? Hə, məktəbi bitirəndə. Nə olmaq istəyirsən? What do you want? Nəçi olmaq istəyirsən? 49-da is the best student in this class. Bu məktəbdə deyir, bu sinifdə ən yaxşı şagird kimdir? Who is the best student? 50-də axırda nə gəlibdir? Söz önü. Söz önü ilə birləşən nə olacaqdır? Who, what. Bu axırda söz önü. Bəli. Özündən sonra of gəlibdir. Which. C variantı. Axırda söz önü gəlibdir. Who, what. A ilə D variantı qaldı. Did you give your phone? Telefonunu verdin. Kimə? D variantı. Nöqtədən əvvəl söz önü gəlibdir. Whom, B variantı. Axırda about söz önü gəlibdir. Who, what. 1-4. E variantı. 55-də. Bəli, the Browns deyir. Yiyəlik veribdisə, deməli A variantı. Görsən yiyəlik veribdi. Yiyəlik sahiblik bildirən who'sdur. Bəli, kimin uşaqlarıdır onlar? Brownların. Deməli, do you know about this accident? Hadisə haqqında nə bilirsən? Olacaq C variantı. Sonra. Bəli. Are you doing? Nə edirsən? Are you doing? What are you doing? Nə edirsən? O da deyir, I am reading a book. Kitab oxuyuram. Nöqtələrdən əvvəl söz önü gəlib. Söz önü ilə nə olacaqdır? Whom, B variantı. It is mine. Mənimkidir deyir. Yox, kompüter deyil də. Mənimkidir. Nə? Kompüter deyil, baxı, nə deyə bilmirəm. Mənimkidir. Kimindir? Whose, E variantı. Sonra or gəlibdir. Which, A variantı. Has designed, birbaşa xəbər gəlibdir. Who, what, A variantı. 62-də kamera isim gəlibdir. Whose, bəli, whose, what, which, 1-dən 3, A variantı. 563-də cold,
zəng vurmaq, çağırmaq, xəbər gəlibdir. Birbaşa xəbər who və what-dan sonra gəlir. Deyir ki, çağırdı səni keçən gecə. Kim? Who. Happened, baş verdi. Birbaşa xəbər gəlibdir. Who, what qalıbdır. Baş verdi. Nə? What, A variantı. Axırda söz önü gəlibdir. Nə olacaqdı? Yox. Hə. Who, what, 1-dən 3. Sonra 66-da was the man standing next to. Deməli, sənin yanında dayanan adam kimdir? Nəçidir. Bəli, 1-3. Kimdir? Nəçidir. Who, what. 1-3. Canlılarla what yalnız peşəsini soruşduqda işlənə bilər. 67-də nöqtələrdən sonra idea gəlib. İsimdir. İsimlə işlənənlər. Whose, bir də which. What var, amma variantda what yoxdur axı. 1-lə 4-lü variantı. 68 repair, təmir etdi. Birbaşa xəbər gəlibdir. Nədən sonra? Who, what. Aha, repair the roof. Damı kim təmir etdi? C variantı. Nöqtələrdən sonra countries gəlibdir. İsimdir. Deməli, isim gəlib. What'dur, bir də which'dir. 1-lə 3. Nöqtədən sonra isim gəlibdir. Özündən sonra of gəlibdir. Ofla birləşən. Which. Nöqtələrdən sonra subject, isim gəlibdir. 1, 3. Aha. 72-də. Are you doing this Saturday? What are you doing? Nə edirsən? Nöqtədən sonra money gəlibdir. Money. Nöqtədən sonra money, isim gəlibdir. Bir də whose, D variantı. Kimin pul itibdir? Has completed, tamamlayıbdır. Axı nəyi? Assignment-ı deyib axı. Cavabı var. Kim tamamlayıb? A variantı. Is the man with the long beard? Adam. Kimdir? Bəli, who, A variantı. Completed, tamamlayıbdır. Birbaşa xəbər gəlibdir. Who, B gedir, D gedir. İkinci tərəfdə assignment, isim gəlibdir. Özündən sonra isim istəyən. Whose, A variantı. Sonra 77-də axırda söz önü gəlib. What, which. Yox, who, what olacaq. Salam, necəsən? Aha, axırda söz önü gəlib. Söz önü ilə birləşən who, what, C variantı. 78-də is the largest city in the world. Dünyada ən böyük şəhər. Hara olmaz axı. Hansıdır? What is the? Hara yoxdur axı variantda. 79-da what time olacaqdı. Bəli, D variantı. Nöqtədən sonra bike, velosiped gəlibdir. Aha. Which, whose. 1-lə 4 olacaqdı. Belə. Qaydanı öyrənirsiniz evdə. Qaydanı mükəmməl